Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Mütaliəmizə davam edirik. Подобное притягивает подобное. Oxşar, oxşarı çəkir. Bu tip cümlələrdə hansılarda ki görürsünüz isim yoxdur. Özündən sonra sifəti biz средний родda işlədirik elə həmişə. Джон Ассараф. Простейший способ для меня понять и почувствовать закон притяжения – представить себя магнитом. İndi burada bir şey deyim sizə. Ş hərfindən sonra həmişə i yazılır, amma biz ı kimi oxuyuruq, ona görə deyirik простейший. Bu söz prostoy sözünün ən üstünlük dərəcəsidir. Yəni prostoy sözü biz sifət olaraq adi dərəcədədir. Простейший üstünlük dərəcəsindədir. Способ, yəni üsul, ən sadə üsul mənim üçün, для меня, понять и почувствовать. Buradakı v-nı da biz heç vaxt tələffüz etmirik. Почувствовать deyirik. Anlamaq və hiss etmək nəyi? Cazibə qanununu artıq bilirsiniz. Ən sadə üsul mənim üçün başa düşmək və hiss etmək cazibə qanunu представить себя магнитом. Özünü maqnit təsəvvür etmək. Yəni maqnitin tворительный падеждədir, yəni nə olaraq təsvir etmək. Я знаю, mən bilirəm, что магнит притягивает. Mən bilirəm ki, maqnit çəkir. Притягивать özünə çəkmək. Artıq siz bunu bilirsiniz. Çəkir. Вы самый мощный магнит во Вселенной. Siz ən möhkəm, мощный, ən möhkəm, ən güclü maqnitsiniz kainatda. Таящаяся в вас сила притяжения самая могущественная в мире. И эта неизмеримая магнетическая сила излучается вашими мыслями. Таящаяся, yəni таится feilindən yaranan причастияdır. Yəni gizlənmək deməkdir. Sizdə в вас gizlənən сила притяжения, cazibə gücü, самая могущественная в мире. Dünyada ən güclüdür. Yəni ən qüdrətlidir sizdə gizlənən cazibə gücü. И это неизмеримая магнетическая сила və bu ölçüyə sığmayan, yəni ölçülə bilməyən magnetik güc излучается вашими мыслями. İzluçaysa, yəni yayılır sizin fikirlərinizlə. Yəni sizin fikirlərinizlə yayılır bu güc sizdən. Боб Дойл. Писатель и специалист по закону притяжения. Писатель, yazıcı, специалист по закону притяжения, cazibə qanunu üzrə, po burada üzrə bildirir, mütəxəssis. В общем и целом закон притяжения выражается так. В общем, siz də bilirsiniz, yəni ümumiyyətlə mənasında, целомda bütünlüklə cazibə qanunu bu cür ifadə olunur. Подобное притягивает подобное. Oxşar, oxşarı çəkir. Но на самом деле мы имеем в виду уровень мыслей. Amma əslində мы имеем в виду, иметь в виду nəzərə almaq deməkdir. Biz nəzərə alırıq уровень мыслей, yəni fikirlərin səviyyəsini. Yəni bu sözü deyəndə əslində biz fikirlərin səviyyəsini nəzərdə tuturuq. Nəzərə alırıq yox, nəzərdə tuturuq daha doğrusu. Nəzərdə tuturuq. Закон притяжения гласит. Cazibə qanunu səslənir. Подобное притягивает подобное. Oxşar, oxşarı çəkir. Это значит, что когда вы думаете о чем-нибудь, bu yodur. Mən dediyim kimi burada yüksək səviyyədə adətən kitablarda biz yo hərfinə rast gəlmirik. О чем-нибудь вы притягиваете к себе подобные мысли. Bu o deməkdir ki, это значит, что ki, когда вы думаете о чем-нибудь,
Haçan ki siz düşünürsünüz bir şey hakkında, fərqi yoxdur nə haqqında. Yəni bu demək ki, siz bir şey haqqında düşünəndə, когда ilə olan cümlələri bu cür tərcümə edirik. Вы притягиваете к себе, siz özünüzə çəkirsiniz подобные мысли, oxşar fikirləri, düşüncələri. Вот еще несколько примеров действия закона притяжения в вашей жизни. Budur daha bir neçə misalı cazibə qanunun hərəkətinin, yəni biz Azərbaycanca belə bunu tərcümə edirik. Cazibə qanununun təsirinin, hərəkətinin təsirinin bir neçə misalı вашей жизни, sizin həyatınızda. Bывало ли с вами такое? Olubmu sizinlə bu cür, yəni beləsi olubmu? Вы начинаете думать о чем-то. Siz başlayırsınız düşünməyə bir şey haqqında, nəsə haqqında. Начинать feilindən sonra biz həmişə NSV işlədirik, hər zaman. Что вас огорчает? Nə sizi kədərləndirir? И чем больше вы думаете, тем больше расстраиваетесь. Nə qədər çox siz düşünürsünüzsə, o qədər çox pis olursunuz. Yəni keyfiniz pozulur. Дело в том, что когда вы думаете об одном и том же в течение некоторого времени, закон притяжения немедленно приносит вам множество подобных мыслей. Дело в том, что, еще rasındadır ki, когда вы думаете об одном и том же, haçan ki siz düşünürsünüz, об одном и том же, yəni eyni şey haqqında, eyni şeyləri düşünürsünüz. В течение некоторого времени, müəyyən bir vaxt ərzində, в течение ərzində deməkdir, müəyyən bir vaxtın ərzində. Burada родительный падежdir. Закон притяжения немедленно приносит вам множество подобных мыслей. Cazibə qanunu dərhal sizə gətirir çox sayda oxşar düşüncələri, fikirləri. За несколько минут вы получаете столько подобных печальных мыслей, что ситуация в вашем сознании становится еще хуже. За nесколько minut, bir neçə dəqiqə ərzində вы получаете, siz alırsınız столько подобных печальных мыслей. O qədər oxşar, kədərli düşüncələr, fikirlər əldə edirsiniz, yəni alırsınız, что ситуация в вашем сознании становится еще хуже. Situasiya sizin bilincinizdə, yəni şuurunuzda, düşüncənizdə становится еще хуже. Daha da pis olur. Situasiya daha da pisləşir. Хуже, плохой sözünün müqayisə dərəcəsidir. Necə хороший sözündə müqayisə dərəcəsi лучшedir, плохойda da хужedir müqayisə dərəcəsi. Cümləni belə tərcümə edirik. Bir neçə dəqiqə ərzində siz o qədər oxşar, kədərli fikirlər, düşüncələr əldə edirsiniz ki, alırsınız ki, sizin düşüncənizdə, beyninizdə, idrakınızda situasiya, həmin vəziyyət daha da pisləşir, daha da pis olmağa doğru gedir. Чем больше вы о ней думаете, тем сильнее расстраиваетесь. Nə qədər çox siz o haqda düşünürsünüzsə, o qədər güclü, pis olursunuz, kədərlənirsiniz. Возможно, вы испытывали притяжение подобных мыслей таким образом. Ola bilər, mümkündür ki, siz испытывать, sınaqdan keçirtmək, ümumiyyətlə bunu yaşamaq, bu hissi keçirtmək mənasındadır. Siz keçirtmisiniz притяжение подобных мыслей таким образом. Oxşar fikirlərin çəkilməyini, cəzb olunmağını bu şəkildə sınaqdan keçirtmisiniz və yaxud da ümumiyyətlə belə keçib sizdə. Bu, yaşanıb bu sizdə. Вы услышали какую-нибудь песню. Siz hər hansı bir, fərqi yoxdur, какую-нибудь, yəni fərqi yoxdur. Hər hansı bir mahnını eşitdiniz. А потом долго не можете выбросить ее из головы. Sonra isə, a potom isə deməkdir. A potom, dolga, uzun müddət, не можете, edə bilmirsiniz, выбросить. Не можете выбросить, yəni ata bilmirsiniz onu başınızdan.
Песня снова и снова крутится в вашем mozgu. Mahnı yenidən, yəni dəfələrlə deməkdir. Снова и снова dəfələrlə крутится в вашем mozgu, yəni sizin başınızda, fikirlərinizdə başlayır dəfələrlə dönməyə. Eyni mahnı. Когда вы слушали ее, siz haçan ki onu dinləyirdiniz, вы, возможно, даже не заметив того, сфокусировали на ней все свое внимание мысли. Haçan ki siz onu dinləyirdiniz, yəni dinləmə prosesində olanda, ona görə biz burada NSV yəni işlənilib. Onu dinləyəndə ola bilər ki, mümkündür ki, даже не заметив того, siz özünüz də ona fikir vermədən сфокусировали на ней все свое внимание мысли. Fokuslanmısınız onun üzərində, yəni mahnının üzərində bütün diqqətinizi və fikirlərinizi. В результате вы начали мощно притягивать к себе подобные мысли. В результате, yəni nəticədə, вы начали мощно притягивать, siz başladınız güclü şəkildə çəkməyə к себе подобные мысли, özünüzə oxşar fikirləri. Так закон притяжения вступил в действие и стал снова и снова напоминать вам об этой песне. Bu şəkildə, yəni tak, belə cazibə qanunu вступил в действие, hərəkətə gəldi, и стал снова и снова və başladı təkrar напоминать вам об этой pесне. Və başladı təkrar sizə bu mahnı haqqında xatırlatmağa və yaxud da sizə bu mahnını xatırlatmağa başladı. Bugünkü mütaliəmizdə bu qədər, əziz izləyicilər. Mütaliələri çox uzun etmirəm ki, sizin üçün də yorucu olmasın. Həm də belə olanda mən özüm də imkan tapa bilirəm tez-tez bu videoları hazırlamağa. Təşəkkür edirəm bu dəqiqəyə kimi dinlədiyiniz üçün. Sağ olun, növbəti mütaliədə görüşənədək.